əldə edilib. Deməli, sualda əsas biz açar sözlər iki cürdür də bizim üçün. Biri keywordlər, bir də var clue wordlər. Burada keyword yoxdur. Çünki rəsmi bildirən sözlər yoxdur. Deməli, need bir açar sözümüzü, transportun inkişafı ikincidir, düzdür. Texnoloji inkişafları da üçüncüdür. Biz bunu əlbəttə ki, ilk paragraflarda axtarıq da, düzdür. İlk paragraflarda axtaranda hara düşür? Burada ikinci cümlədə also cümləsi düzdür. Burada var. Demand burada var. Aha, sonra gəlir nə? Requirement. Requirement nədir? For transport increase. Deməli, burada need requirementla paraphrasing olunub, tamam mı? Transport öz yerində qalıb. Growing-dəki nə ilə paraphrasing olunub? Increase sözünə. Cavab nədir? True. İkincinin niyə görə 10-cu sualı bəs səhv götürdük? Səbəb nədir? Burada reduce production cost açar sözümüzü, düzdürmü? Burada some industries açar sözümüzü. Closer nəsə yaxınlaşmalıdır. Ümumiyyətlə, müqayisə dərəcəli söz gördüksə, burada bizə bir işarə verir, siqnal verir ki, yəni ehtiyatlı olmaq lazımdır. Deməli, burada baxırıq, görək, hara düşüb. Burada görürük. Reduce production cost, düzdür. Amma burada nəsə away, kilometrlərlə, minlərlə kilometr uzaqlığı göstərir. Deməli, cavab nə olur? False. Bəs 11-ci sual nəyə görə not given çıxır? Bəzən ya məlumat olur, bəzən də məlumat ümumiyyətlə verilmir.